Bu tip məsələlərdə nəyə diqqət edirik? Məhlul ümumi verilmədiyi üçün biz ümumi özümüz 100 litr götürürük. 60 litr spirt məhlulu. Deməli 60%li spirt məhlulu deyirsə, bu 60 litr olacaq. Hesablayanda da görəcəyik. 60 litri spirtsə, qalanı olacaq, yəni 40 litr olacaq su. Bizə bu lazımdır, yəni 60 litr spirt. Onun 20%ni götürüb, yəni 60'ın biz 20%ni götürsək, 60 vur 20 böl 100 bərabər edəcək 48 litr. Nə qədər spirt qalır? 48 litr. Və məhluldakı spirti faizlə özü nə qədər vermişdik? Biz 100 litr. 100 litr, yəni %48'i faizlə ifadə etsək, yəni bu da 100%dən belə yazsaq, bərabər edəcək 48%.